Sabahınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Hər birinizi Səhər Çağı proqramında xoş gördük. Bugünləri bizim çox maraqlı qonaqlarımız var studiyamızda. Bilirəm ki, bugünkü söhbətimiz sizin üçün həddindən artıq maraqlı olacaq. Çünki bizim cəmiyyətimizi maraqlandıran çox mühüm məsələlər barəsində söhbət eləyəcəyik. Əzizlərimiz, deyirlər ki, dünyada ən gözəl şey birinə yaxşılıq eləməkdir. Yaxşılıq eləyəndə, birinin ehtiyaclarını ödəyəndə ən əvvəl özünə eləyirsən. Çünki yaxşılıq etmək sənin üçün savab yazılır. Harada bir yaxşı əməl varsa, harada bir xeyirxahlıq varsa, harada birinin ehtiyacına Türklər demişkən koşmaq varsa, orada bizim çox hörmətli millət vəkilimiz Qənirə xanımın adı çəkilir. Doğrudan da bu xanımın adı gələn yerdə bilirsən ki, orada xeyirxahlıq var. Elə bu günlərdə də Bakımızda, paytaxtımızda çox möhtəşəm bir tədbir haqqında kütləvi informasiya vasitələrində gözəl məlumatlar getdi. Autizmdən əziyyət çəkən uşaqlar, ümumiyyətlə bax bununla bağlı valideynlər, doğrudan da belə uşaqlar olan ailələrdə valideynlər həddindən artıq əziyyət çəkirlər. Bax belə valideynlərə, belə uşaqlara çox gözəl bir tədbir düzənləndi. Hətta bu tədbirdə Türkiyədən də qonaqlar var idi və bu günləri biz bu tədbir barəsində söhbət eləyəcəyik. Qənirə xanım bu günləri bizim qonağımızdır. Sabahınız xeyir olsun Qənirə xanım. Xoş gəlmişsiniz studiyamıza. Sizin də sabahınız xeyir olsun. Bütün tamaşaçılarımızın, bizi izləyən bütün tamaşaçılarımızın sabahı xeyir olsun. Gözəl bir gün keçirsinlər inşallah. İnşallah və hörmətli tamaşaçılarımız, bizim növbəti qonağımız Aytən xanım Eynalovadır. Aytən xanım Birgə və Sağlam İctimai Birliyinin sədridir. Həmçinin Memoriya Uşaq İnkişafı və Reabilitasiyası Mərkəzinin də müdürü. Aytən xanım, xoş gəlmişsiniz. Çox sağ olun, dəvətiniz üçün təşəkkür edirəm mən də sizə. Sabahınız xeyir olsun. Sizin də sabahınız xeyir olsun. Doğrudan da çox gözəl tədbir idi. Bax, 2-3 gündür artıq Respublikamıza bu tədbir barəsində söhbət gedir. Ümumiyyətlə, bax, bu uşaqlarla bağlı, bu uşaqlar olan ailələrlə bağlı. Bilirəm ki, sizin çox belə bilginiz var bu sahədə Qənirə xanım. Bölüşərdiniz bizlə, tamaşaçılarımızla. Estağfurullah, çox təşəkkür edirəm. İlk öncə sizə çox təşəkkür edirəm. Proqramınıza çox təşəkkür edirəm ki, hər zaman cəmiyyəti maraqlandıran və cəmiyyət üçün vacib olan mövzulara geniş yer verərək müzakirə edirsiniz. Çünki bu müzakirələr cəmiyyətdə maarifləndirilməyə, hansı ki, bugün bizim çox böyük ehtiyacımız var. Çox böyük ehtiyacımız var ki, müəyyən mövzularda cəmiyyətimizdə maarifləndirmişləri çox sürətlə getsin və bugün danışacağımız mövzu ilə də bağlı maarifləndirmə işlərinin aparılması çox böyük önəm daşıyır. Və siz bilirsiniz ki, bu tədbir sizin də vurğuladığınız kimi daha çox diqqət mərkəzində olan mövzu təbii ki, autizm. Autizmlə əziyyət çəkən uşaqlarımız, insanlarımızın mövzusu gündəmdə idi. Bu yeni bir mövzudur. Mən özüm tibb universitetini bitirməmə rağmen bu mövzu barədə təbii ki, müəyyən biliklərimiz var idi. Amma bunun nə qədər ciddi bir problemə çevrilməsi, getdikcə dünyanın hər yerində, Azərbaycanda da nə qədər ciddi bir problemə çevrilməsi ilə bağlı Aytən xanım və Çiçək xanım, yəni autizmdən əziyyət çəkən bizim uşaqlarımızla məşğul olan bu ictimai birliklərin rəhbərlərinin müraciətləri və onlarla söhbətlərimiz, görüşlərimiz zamanı daha da geniş məlumatlandıq. Aytən xanım zəng eləyirdi və bu mövzunun çox aktual, çox önəmli olduğunu və bu mövzu ilə bağlı mütləq müzakirələrin aparılması ilə bağlı işlərin görülməsinə, böyük müəyyən addımların atılmasına ehtiyac olduğunu deyirdi və bir gün bizim ofisdə görüşdüyümüz zaman uşaqlarla bərabər gəlmişdilər və o uşaqlarla bərabər keçən 40 dəqiqəlik təxminən bir müzakirə zamanı mən onların yaşadığı ağrı acıları, problemləri və bu problemin gerçəkdən də nə qədər çox böyük bir ciddi problemə getdikcə çevrildiyinin özüm o 40 dəqiqə içərisində daha əyani görə bildim. Onu vurğulayım ki, elə Aytən xanım özü də, Çiçək xanım da, onlar ana olaraq da evladları autizmlə əziyyət çəkiblər. Özləri birə-bir, o bizdə bir söz var, bu problemin nə demək olduğunu ailəsində yaşayıblar. Ona görə də biz qərarı aldıq ki, bununla bağlı, yəni əsas da düşüncə ondan ibarət idi ki, daha çox maarifləndirmə işlərinin aparılması ilə bağlı nələr edilməlidir? Bu istiqamətdə həm cəmiyyət maariflənsin, həm də cəmiyyətin diqqəti bu mövzuya daha çox yönəlsin. Və bu xeyriyyə aksiyasında da əslində məqsəd ondan ibarət idi ki, həm təşkilat Birgə və Sağlam
autizmlə əziyyət çəkən uşaqlar olsun, digər uşaqlar ki, onların belə deyək, reabilitasiya imkanları var, onlarla məşğul olur. Həm o təşkilat üçün, birgə və sağlam üçün bu xeyriyyə aksiyasından müəyyən vəsait cəlb olunsun ki, onu ehtiyacı olan, yəni bu xəstəlikdən əziyyət çəkən elə ailələr var ki, onların çox ciddi ehtiyacı var. İndi biz vurğulayacağıq hansı istiqamətdə uşaqlarına dəstək göstərilməsi. Təşkilat ən azı bu ailələrə biraz kömək edə bilsin, göstərə bilsin. Və bu xeyriyyə aksiyası ortaya çıxanda biz böyük məmnuniyyətlə dəstək verdik. Həm Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi olaraq, Türkiyə Səfirliyinin Kültür Tanıtma Müşavirliyi, TİKA, TUSİAB, Qafqaz Universiteti, yəni müəyyən bir sıra təşkilatlar, qurumlar var ki, hərə nəyə gücü çatır, hansı istiqamətdə dəstəyi var. Dəstək verildi ki, bu mövzu, belə deyək, bu aksiya keçirilsin və Atalay Dəmirçi, Türkiyənin çox məşhur stand-upçısı, çox məşhur sənətçisi, çox sağ olsun, o da təmənnasız gələrək bu tədbirdə iştirak edib, buna aksiyaya, bu tədbirə dəstək verdi və çox gözəl bir gecə keçdi. Həm o gecədə bu mövzu gündəmdə oldu, çox diqqətli oldu. İnsanların mənə elə gəlir maariflənməsinə də xidmət etdi kifayət qədər o çərçivədə, təbii ki, tədbir çərçivəsində. Eyni zamanda da bir xeyriyyə aksiyası kimi cəmiyyətin bu mövzularda həssaslığının, duyarlılığının artması. Bəli, bu istiqamətdə çox maraqlı və vacib bir tədbir oldu. İnşallah inanıram ki, bu istiqamətdə tədbirlər bundan sonra da davam eləyəcək. Çünki yenə vurğulayıram, indi biz bu mövzunu daha geniş açacağıq veriliş içərisində. Gerçəkdən də cəmiyyətdə bu sahədə maarifləndirmədən tutun, müəyyən işlərin görülməsi, indi biz vurğulayacağıq qurumlar çərçivəsində ki, hansı addımlar atılmalıdır, nə dəstək olmalıdır, hansı işlərin görülməsinə ehtiyac var. Yəni biz bu istiqamətə artıq cəmiyyət olaraq da, qurumlar olaraq da çox ciddi düşünməliyik ki, autizmlə uşaqların, əziyyət çəkən uşaqların, autizmlə əziyyət çəkən insanlarımıza necə kömək etməliyik ki, onları biz itirməyək. Onlar cəmiyyətimizdə yararlı vətəndaşlar olaraq sabah həm öz həyatlarını davam elətdirə bilsinlər normal. Həm də cəmiyyətimizə çox yararlı işlər, xidmətlər də göstərə bilərlər. Amma zamanında o dəstək olmazsa, biz onların sağlamlığı ciddi şəkildə təhdid altında olur və onlar nəinki cəmiyyətə özlərini belə cəmiyyətdə göstərəcək, özlərinin gələcəyini belə ən azı bir təmin etməyəcək qədər vəziyyətə gələ bilərlər. Sözsüz. Ayten xanım, Qənirə xanım qeyd elədi ki, siz özünüz ailənizdə bu problemi yaşayan bir xanımsınız, yaşayan bir anasınız. Ümumiyyətlə, sizin kimi anaların qarşısında mən baş əyirəm. Çünki analar var ki, bu günləri cəmiyyətimizdə sağlam övladlarına yiyə durmurlar, sağlam övladlarını bir başqasına verirlər, hətta sağlam övladdan imtina edirlər. Amma sizin kimi analarımız belə uşaqları nəinki onların sağlamlığının qaydına qalırlar. Hətta bax, belə tədbirlərdə, belə ictimai birliklər yaradırsınız, cəm olursunuz bir yerə, özünüz kimi bu problemlə əziyyət çəkən bir başqa valideynləri bir ətrafa toplayırsınız. Əllərinizdən öpürəm sizin ən azından bu uşaqları Qənirə xanımın dediyi kimi cəmiyyətə yararlı bir insan kimi yetişdirirsiniz. Bu günləri bizim gənc ailələrimizdə, gənc analarımızın ola bilər ki, bu sahədə maariflənməyi çox azdır. Ümumiyyətlə, autizmin o ilk simptomları, mən sadəcə olaraq bir ikisini bilirəm ki, uşaq gözdən yayınır, gözə baxmır və yaxud bir hərəkəti təkrarlayır. Bəlkə bu barədə tamaşaçılarımıza deyərdiniz ətraflı. Yəni, bir uşaqda problem varsa, bunu ən yaxşı ana hiss edir ailədə. Çünki biz də eyni şəkildə hiss elədik. Hər şey normal davam edərkən bir də görürsünüz ki, bir problemlə qarşılaşırsınız. Yəni, nitqi gecikir. Və deyirsiniz ki, ailədə hər kəs ifadə edir ki, nitq gecikir, heç nə olmaz. Ata da gec danışıb, ana da gec danışıb və s. Bizdəki ən böyük problemlərdən birisi budur. Amma ana bunu daha da yaxşı hiss elədiyi üçün fərq edir və başlayırsınız həkim gəzdirməyə uşağınızı. Mütəxəssis məsələsi çox önəmlidir. Həqiqətən autizmi ayıra bilən, autizm və ya ona bənzər xəstəlikləri ayıra bilən mütəxəssislərin olması və yetişməsi çox önəmlidir. Autizm dediyimiz zaman əslində nevroloji bir pozuntudur deyə bilirik biz dünyada və bir çox qabiliyyətinin itirilməsi deməkdir autizm. Əslində var olan qabiliyyətlərin itirilməsi mənasına gəlir. Əslində bir uşaq danışa bilər, məsələn mənim oğlumda elə oldu. 1 yaşına qədər 8 aylıqkən, 9 aylıqkən tək sözlər ifadə eləyə bilərkən, amma daha sonra regress dediyimiz o geri dönüş olur və o danışıq nitq itməyə başlayır.
Qavramasının ən vacib olan simptomlardan birisi dediyiniz kimi göz kontaktıdır. Bəli. Bir uşaqla danışacağınız zaman sizinlə heç bir şəkildə göz-gözə gəlməməsidir. Nə qədər çalışsanız da uzun müddətli, bir saniyəlik, bəlkə bir saniyenin daha az bir zamanda sizinlə göz-gözə gəlir, amma daha sonra göz-gözə gələ bilmirsiniz uşağınızla. Öz ətrafında həddən artıq çox dönmələri və ya hər hansı bir əşyanı uzun müddətli döndürmələri, fırlatmaları, bəli. Öz yaşıtlarına uyğun nitqin olmaması və ya tamamən nitqin gecikməsi, yaşıtları ilə oyunlaması və ya hər hansı bir şəkildə oyuncaqlarla oynaya bilməsi, qavrama qabiliyyətinin baxırsınız ki, zəif olması, çağırdığınızda adıyla çağırdığınız zaman sizə dönüb baxmaması, ancaq öz bəyəndiyi və ya hər hansı sevdiyi bir səsə 2-3 otaq o tərəfdən qalxıb gəlməsi və anlayırsınız ki, bunda eşitmə problemi olmur. Yəni, bunun kimi ən önəmli simptomlardan başlıca simptomlar bunlardır. Bunu fərq edən ailələr mütləq bilməlidirlər ki, uşaqda nəsə problemi var. Həkimə müraciət eləməlidir. Təşəkkürümüzü bildiririk və bilirəm ki, bu günləri bizim ekranlarımıza, deməli, bizim verilişimizə baxan gənc xanımlarımız, bilirəm ki, bax, sizin sözləriniz onlar üçün çox maraqlı olacaq. Ən azından övladlarına bir nəzarət eləyəcəklər ki, görüm o simptomlar var, yoxsa yox və verilişimiz boyunca hörmətli tamaşaçılarımız bu barədə Aytən xanım bizə növbəti sözlərini də deyəcək və bu arada təşəkkürlərimizi bildirmək istəyirik. Biz verilişimizə dəstək olan sponsorlarımıza Sanni qrupun adını çəkmək istəyirik, əzizlərimiz. Artıq yeni ilə az qalıb, dekabr ayının 31-nədək bizim çox hörmətli xanımlarımız üçün Sanni qrup bir möhtəşəm kampaniya start verib şubalara, Yunanistanın istehsalı olan şubalara 50% endirimlə satışa çıxardı. Ona görə hörmətli bəylərimiz, əgər xanımlarınıza yeni il öncəsi bir hədiyyə almaq istəyirsinizsə, buyurun yolunuzu salın Sanni mağazalarından. Lider beynəlxalq pul köçürtmələrinə təşəkkürümüzü bildirmək istəyirik. Hörmətli tamaşaçılarımız, yeni il öncəsidir. Ola bilər, xarici dövlətlərdə sizin tələbə övladlarınız yaşayır. Onlara pul ödəmələri etmək istəyirsiniz. Qısa vaxt çərçivəsində Lider beynəlxalq pul köçürtmələri sizə yaxından kömək edəcək. Ekranlarımızda telefon nömrələrini də görürsünüz. 012 ilə 511 1158 zəng eləyin, əlavə məlumatları toplayın. Alyans qrupuna təşəkkürümüzü bildirmək istəyirik. Əgər siz evlərinizin, ofislərinizin, iş yerlərinizin daha gözəl, yaraşıqlı tikintiyə, təmirə ehtiyacı varsa və yaxud dizaynını dəyişmək istəyirsinizsə, Alyans qrup sizə yaxından kömək eləyə bilər. Çünki bax, bu şirkətdə çalışan bütün mütəxəssislər, mühəndislər, ustalar öz işinin peşəkarlarıdırlar. Hörmətli tamaşaçılarımız, bu günləri bizim studiyamızın belə yaraşıqlı, dəbdəbəli görüntüsü üçün Lili Art qrupa təşəkkürümüzü bildirmək istəyirik. Əgər siz hər hansı bir məkanın bəzədilməsini istəyirsinizsə və yaxud sizin bir toy düyününüzdə, ola bilər ki, şənliyinizdə, ad gününüzdə məkanların bəzədilməsində buna bir ehtiyacınız varsa Lili Art qrupa müraciət edə bilərsiniz. Çünki burada çalışan dekorçular, dizaynerlər, rejissorlar, bütün komanda işinin peşəkarlarıdır. Bizim studiyamızın gözəl görüntüsü üçün Məhbubə Pərdə Tül Salonuna da təşəkkürümüzü bildirmək istəyirik. Xüsusilə bizim xanımlarımızın nəzərinə yetirmək istəyirik ki, Məhbubə Ekskluziv Pərdə Tül Mərkəzində Türkiyə və İtaliyanın istehsalı olan klassik və avangard modellərdən istifadə olunur. Hörmətli xanımlarımız, cehizlik pərdələr, yataq örtükləri, yataq dəsti, ümumiyyətlə, bax, pərdələr Swarovski qaşlarla bəzədilir. Bir də xanımların diqqətinə yetirmək istəyirik ki, əgər sizin pərdələrinizin yuyulmağa ehtiyacı olarsa, pulsuz, bax, bu xidmətdən istifadə edə bilərsiniz. Tək bir zənginizlə Məhbubə Pərdə Tül Salonu gələcək sizin evlərinizə, pərdələrinizi aparıb yuyacaqlar, gətirib yerindən asacaqlar. Bax, bu xidmət pulsuzdur, mütləq istifadə edin. Sizinlə indi ayrılırıq reklam dəqiqələrinə. Reklamları birlikdə izləyirik, daha sonra birlikdəyik. Hörmətli tamaşaçılarımız, sizə dediyimiz kimi bu günləri bizim studiyamızın çox hörmətli qonaqları var. Artıq qonaqlarımızın növbətisi də gəlib. Bizim çox hörmətli əməkdar artistimiz Tünzalə xanım bu səhər bizimlədir. Sabahınız xeyir olsun. Sabahınız xeyir. Nə gözəl bir səhər. Çünki dəyərli insanlarla bir yerdəyəm, doğma insanlarla bir yerdəyəm və tamaşaçılarımız ürəkdən salamlayıram. Sabahınız xeyir deyirəm. Və Tünzalə xanımın bu günlərdə çox gözəl belə onun haqqında sözlər, çox gözəl onun haqqında fikirlər gəldi, ödüllər, mükafatlar. Təbrik edirik və bilirəm ki, verilişimiz boyunca hələ bu barədə söhbətlər eləyəcəyik. Görək o nə mükafatlardır, nə ödüllərdir. Doğrudan sizin pərəstişkarınız kimi sevinənlərdən biri mənəm. Sağ olun. Mən elə gəlir ki, hamı sevinir. Tünzalə xanım çünki o qədər dəyərli bizim həm sənətçimizdir, həm gözəl bir insanımızdır. Hamı sevinir o uğurlara, hamı sevinir. Mənim də örnək insanlarım var da bugün siz. Artıq ikinci dəfədir biz Qənirə xanımla və gözəl bacımızla da burada tanış olmağıma şadam. Nə deyim, Qənirə xanım mənim üçün örnək bir vətəndaşdır, örnək bir insandır. Böyük bacıdır, nə deyim, doğmamdır, ürəyimin parçasıdır.
hər şey. Yəni çox şey danışmaq olar. İstəmirəm sadəcə məhəbbətimizə həsr olunsun. Mən elə istərdim ki, Nuradə xanım, bəlkə elə Qənirə xanımın sözlərinə yazdığım bir mahnı ilə başlayayım. Gözəl. Bilirəm ki, musiqinin yeri varmı? Bilirəm çox önemli bir mövzudur. Ürəyindən olacaq. Hər zaman musiqiyə ehtiyac var, hər zaman. Çünki sağlamlığımıza o rəvac verən ən gözəl şeylərdən biri də musiqidir. Sözsüz ki, o musiqinin sözləri, musiqisi və ifası möhtəşəm olsun. Buyurun. İnşallah. Sən deyə tamaşaçılarımız bilir bu mahnını çox yaxşı tanıyırlar və sevirlər. Böyük məmnuniyyətlə niyə də bugün olmasın? Buyurun, məmnuniyyətlə dinləyirik sizi. Yolun sonunda ol sana gel, kaçaram ömrümün sonuna kadar. Ömrün sonunda ol sana gel, külleri kovaram divanelerden. Aramızda adamlar var bilirəm, aramızda yürekler var bilirəm, aramızda uzun yollar bilirəm. İçinde sen o sen, ağlatma gözümü sen içinde sen o sen, inletme ruhumu sen içinde sen o sen, incitme kalbimi sen içinde. Sen içinde sen o sen, inletme ruhumu sen içinde sen o sen. Təşəkkürümüzü bildirir və hörmətli tamaşaçılarımız, bu günlərdə Türkiyədə bizim çox hörmətli müğənnimizə ilin
sənət adamı mükafatı verilib. Təbrik edirik. Çox sağ olun Nurani xanım. Doğrudan ilin sonu o qədər sürprizlərlə dolu oldu mənim üçün. Bir demək mükafatın istisi soyumadan o birisini aldıq. Doğrudan Və son- siz elə mükafatlar alası bir xanımsınız, alası bir Təşəkkür, mühəndis, estağfurullah, sənətçi. Çünki estağfurullah. həddindən artıq çalışqansınız və çalışqan Minnətdaram. insanlara bizim hörmətimiz Və var. Türkiyədə özəlliklə yəni İstanbulda tədbirdə o qədər dünyanın çox ölkələrindən gəlmiş insanlar vardı. Onlar çox müxtəlif sahələrin insanları. Orada ilin sənətçisi adını almaq, o verilməsi bu fərqli bir səviyyə idi. Çox fərqli də bir duyğular yaşadırdı. Biz hamımız da salondaydıq və çox fərqli hamımız bir duyğular yaşadıq və çox fəxr edirik. Tək ona görə yox ki, Tünzalə xanım mənim üçün dəyərli bacıdır, dostdur. Ölkəmiz adına fəxr edirsən, Azərbaycanın millətimiz bəli, adına sənətçisidir. yaxşı bir iş olanda, yaxşı bir xəbər olanda, gözəl bir bütün sahələrdə insan qürur duyur, fəxr edir. Və Tünzalə xanım da ölkəmizi ondan gözəl, əvvəl Ankarada gözəl konserti də olmuşdu, Kent Orkestri ilə. Bəli, Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi bir aydır promo gedirdi və özüm də çox belə qəribə hisslər keçirdim. Hava limanından şəhərə gedərkən yol boyu bütün rəsmlərimi görürdüm, böyük plakatlarımı görürdüm. Özümü dünya məşhur hiss edirdim. Əslində elədir. Bu günləri Azərbaycanın sərhədlərindən kənarda siz çıxış eləyirsiniz Azərbaycan adından, elə artıq siz dünya ulduzusunuz. Çox bilirsiniz, bu mənim üçün bax Qənirə xanımın bəhs etdiyi o mötəbər gecə, o mötəbər ki, Xəzər forumunda bu mükafata layiq görüldüm. İnanın ki, nə qədər nüfuzlu bir tədbir idi, nə qədər əhəmiyyətli bir tədbir idi və orada ümumiyyətlə mədəniyyətə diqqət olması və Azərbaycanın ilin sənət adamı adı mükafatı verilməsi mənim üçün həm sevinc idi, həm çox media, Türkiyə mediası da məndən soruşur, nə hisslər keçirsiniz? Deyirəm, çox sözün yaxşı mənzə ağır hisslər keçirəm. Çünki bu mənim çeynimə bir ciddi bir məsuliyyətdir, bilirsiniz. Hər ehtimad, hər yeni ehtimad, hər yeni inam sənə, o deməkdir ki, sən daha əzmkarlıqla çalışmalısan, daha 10 qatı çalışmalısan. Bu insanların, mən hər zaman deyirəm, əlbəttə ki, böyük mükafat xalqın sənə sevgisidir. Sənətçi nə ilə yaşayır, sənət nə ilə yaşayır? Əgər xalq onu yaşadırsa, o yaşayır. Əgər xalq qəlbində, qulağında, dilində o musiqiləri zümzümə edərsə, o şeirləri, o ədəbiyyatı daimi yaşadarsa və evlatlarını ötürərsə, o zaman o sənətçi yaşayar, o zaman siz o missiyanı ölümsüzlük yerinə olar. yetirmiş olursunuz. Bilirsiniz, çox ciddi məsələdir. Yəni ki, hər dəfə mən tamaşaçı sevgisini görəndə və mötəbər bir qurumdan, dövlətdən, hər hansı bir diqqət aldığım o situasiya var ki, mükafatlandırma, diplom və s. Bu mənim üçün deyirəm, ya Rəbbim deyirəm, güc ver mənə, daha güc ver. Çünki mən o sevginin qarşısında təbii ki, acizəm. Çünki o sevgini də mənə bəxş edən Allahın lütfüdür. Yəni Allah Taala'dır o. Amma yəni Allahdan o gücü istəyirsən ki, daha da insanların inamını doğrultmağı. İnşallah tapasın belə də əslində. olacaq. Və hörmətli tamaşaçılarımız, bu günləri biz studiyamızda çox cəmiyyətimiz üçün çox aktual bir mövzu haqqında söhbət eləyirik. Doğrudan da bu günləri Azərbaycanda autizmdən əziyyət çəkən ailələrimiz çoxdur. Statistik göstəricilər də göstərir ki, artıq belə ailələri 88% hesablayırlar ki, Deməli 88 nəfərdən Uşaqdan. ümumiyyətlə Bir dünyada nəfəri statistikada 88 bir nəfəri nəfərdən çoxdur. biri doğulur, amma ötən gün elə biz zaten xanımla söhbət edəndə də o bu Aşağı ilin ən düşüb son yoxsa? bəli bu ilin son rəqəmlərində oğlanlar arasındakı bu daha sürətlə çox artır. olur, bəli. 55 nəfərin biri artıq autizmdən doğularaq yəni bu problemlə üzləşir. Həm dünyaya gələn evlad, həm də onu qədər də o ailənin. Bilirsiniz, Əziyyətini siz çəkən Aytən ana. xanım çox önəmli bir nöqtədə idi. Aytən xanım çox bilinçli bir anadır. Sizin vurğuladığınız kimi, yəni çox tez fərq edib, Bəli. yəni hiss edib və hətta bir yaşı olmadan evladında bir fərqin olduğunu, bir problemin olduğunu hiss edib. Amma çünki o təhsillidir, çox ziyalı bir xanımdır, təhsilli xanımdır, bilinçli bir xanımdır və bu fərq onu araşdırmağa aparıb çıxarıb. Amma bizim analarımızın bəziləri var ki, el analar var ki, onlar belə deyək, bilinçli deyirlər. Bu barədə hansısa məlumatlı deyirlər, fərqində ola bilmirlər, gec olurlar. Ən ağırlısı isə odur ki, biz bunu istəmərik olmaq. Aytən xanımın dediyi də o idi ki, bəzən özlərinə yaxın qoymaq istəmirlər. Bəli. Bu ola bilməz, uşaqdır.
ötüb yaxşı keçəcək. olacaq və yaxud ətrafından kimlərsə deyir ki, fikir vermə, uşaqdır, düzələcək, yaxşı olacaq, gec danışır. Bu problem deyil, insanlarda ola bilər, gec danışa bilər. Ərköyündür yəqin ki. Qışqırır, aqressivdir, ərköyündür, hiperaktivdir. Hansısa belə bir belə deyək, formalarla sanki bir bunu özlərindən, amma bu özündən uzaqlaşdırmaq fikirəm problemi uzaqlaşdırmır. Problem daha da əslində dərinləşdirir. Aytən xanım onun fərqində olub evladının üzərinə düşərək, yəni ki, onun nə edə bilərəm, addımlar ataraq evladının belə deyək, bu xəstəliklə mübarizədə irəliləməsi üçün əlindən gələn edib. Ona görə Aytən xanım o əlamətləri vurğulayanda biz dünənlərdə bunu xüsusi vurğuluyurduq. Elə o tədbirin mahiyyətində də bu ana xətt idi ki, ilk öncə ailələr maariflənsin, ailələr bilincli olsun. Analar bilincli olsun, fərqində olsun. Yəni, əgər hiss edirsə ki, məsələn, Aytən xanım bunu vurğuladı çox gözəl ki, uşaq gözlə kontaktdan yayınırsa, siz bunu artıq fərqində olmalısınız. Demək, bir şeylər var. Və yaxud da Aytən xanım çox gözəl bir şey dedi ki, insan, uşaq özəlliklə hər kəs şəhadət barmağını, şəhadət barmağını çox istifadə eləyir, göstərir. Amma o uşaqlarda bu iki barmaq anlayışı şəhadətlə artıq belə deyək, heç bir hərəkət etmir, göstərə bilmir. Bu iki barmaqla hansısa göstərmə, danışma bu varsa, uşaq oyuncaqlardan oynamaq istəmirsə, öz yoldaşlarınla ünsiyyətdən qaçırsa və ya çox hiperaktivdirsə, hərəkətlidir, aqressiv cavab verir məsələn sizə. Çox gözəl deyirdi, məsələn deyirdi ki, əgər paltar yuyan maşınına durub dəqiqələrcə uşaq tamaşa eləyə bilir o dönməyə və ya bir telefonu nəyisə fırladır, ona çox konsentrə olur, o şey demiş. Bunların hamısı sonra aqressivdir, sonra çox hiperaktivdir, gec danışır, nitqində problemlər. Bunlar hamısı ailələrə artıq bir bu düzələcək, bu hər şey gəlib keçəcək, yox, artıq siqnal olmalıdır və siqnal olduqda da müraciət eləməlidir mütəxəssisə. Amma məsələnin digər ikinci tərəfi elə Aytən xanım uzun illər Azərbaycandan kənarda yaşayır. Bilirsiniz, indi o özü danışar, evladını götürərək onun arxasınca gedib. Bizim ən vacib məsələlərimizdən biri də mütəxəssislərdir. O yüzdən də ümumiyyətlə tibbi personalın da bölgələrdə bununla bağlı ciddi şəkildə maarifləndirmə, məlumatlandırmasına ehtiyac var ki, autizm bölgələrdə, kəndlərimizdə həkimlərimiz, xüsusilə sahə həkimləri dediyimiz həkimlər, o nevropatoloqlar bununla bağlı ki, bu nədir? Bu xəstəlik, bu ailələrə daha dəqiq belə deyək, istiqamət verə bilsin. Ona görə dünən biz bu mövzunu Aytən xanımgil bizim ofisə gələndə bərabər şəkildə elə mən zəng açdım. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə, nazirlə də bu mövzu danışılmışdı. Dünən tədbirdən öncə də, Milli Dram Teatrındakı tədbirdən öncə yeni nazirimiz hörmətli Səlim Müslümovla çox geniş bu mövzunu danışdıq. Və Səlim müəllim bir rəsmi nümayəndə, şöbə müdürünü də hətta şəxsən özü göstəriş verərək sən gedib orada olacaqsan, orada diqqətlə dinləyəcəksən bütün fikir və düşüncələri və o təşkilatlarla sıx kontaktda olaraq ki, biz nə etməliyik? Yəni, biz dövlət qurumları olaraq nə etməliyik? Çünki bu sahədə ediləcək məsələlər var. Mütəxəssislərin hazırlanmasından tutun, o uşaqların əlillik məsələsinin, müavinət məsələsinin öz həllinə tapmasına, ailələrə o müalicə istiqamətində dəstək göstərilməsinə indi Aytən xanım danışacaq. Və cənab nazirin fikri bundan ibarət oldu ki, bu mövzu bizim gündəmimizə ciddi gələcək. Yəni, biz müzakirə edəndə də vurğuladıq ki, bu çox ciddi gündəmə gəlməlidir. Çünki bu saylar artır getdikcə, saylar artdıqca bu uşaqlara kömək lazımı gərəkən dəstək, təkcə onların dietasından tutun, düşünün ki, xüsusi proqram var, dərmanlarından tutun, ən vacibi mütəxəssis. Çox ciddi mütəxəssislərə burada ehtiyac var ki, təkcə defektoloq, logopedlərə deyil, ciddi mütəxəssislərə, təhsillərindəki məsələlərin öz həllini tapması, yəni bir proqramın olması ki, Aytən xanımgilin o təşkilatları da daha çox belə bir təkliflər paketinlə çıxış eləyirlər və mən inanıram, ümid edirəm ki, nazirliyimiz biz hamımız əl-ələ verərək ümumiyyətlə bu məsələdə nələr edilməlidir, hər kəs üzərinə düşəcək, işlər daha da sürətlənəcək. Eyni zamanda da cəmiyyət olaraq iş adamlarımız, sənətçilərimiz hər zaman
bu mövzuların içində daha duyarlı Xeyriyyət olacaqlar. Sözsüz ki, bu barədə reklamlardan sonra Aytən xanım siz çox geniş danışarsınız. Bu arədə verilişimizə dəstək olan sponsorlarımıza təşəkkür eləməyimizin tam zamanıdır. Əzizlərimiz, Sanni qrupa təşəkkürümüzü bildirmək istəyirik. Çünki yeni il öncəsi Sanni qrup bizim xanımlarımız üçün möhtəşəm bir kampaniya start verib. Dekabr ayının 31-nə qədər Sanni mağazaları sizə Yunanistanın istehsalı olan 2014-cü ilin modelləri olan yaraşıqlı, dəbdəbəli şubaları 50% endirimlə təklif edir. Hörmətli xanımlarımız, tək şəxsiyyət vəsiqənizi götürüb yollana bilərsiniz Sanni mağazalarına və bax bu gözəl ümumiyyətlə nəinki şubaları, Sanni mağazasında sizə təklif olan əlavə malları da ən aşağı sərfəli kredit şərtləri ilə, faizsiz kreditlərlə, hətta ilkin ödənişsiz belə əldə edə bilərsiniz. Lider beynəlxalq pul köçürmələrinə təşəkkürümüzü bildirmək istəyirik. Əgər siz doğmalarınıza, yaxınlarınıza qısa vaxt çərçivəsində çox rahatlıqla, asanlıqla pul köçürməsi etmək istəyirsinizsə, buyurun müraciət eləyin Lider beynəlxalq pul köçürmələrinə. İnternet saytları da var, lidermt.ru əlavə məlumat toplaya bilərsiniz və telefon nömrələrini də diqqətinizə yetirmək istəyirik. 012 ilə 511 11 58. Əzizlərimiz, Alyans qrupa təşəkkürümüzü bildirmək istəyirik. Sizin ofislərinizin, evlərinizin, yaşayış yerlərinizin, iş yerlərinizin çox gözəl, yaraşıqlı, dəbdəbəli olmasında Alyans qrup sizə yaxından kömək eləyə bilər. Çünki bax bu şirkətdə fəaliyyət göstərən mühəndislər, ustalar işinin əsl peşəkarlarıdırlar və sizin onlara təklif etdiyiniz hər hansı bir məkanı elə sizin zövqünüzə uyğun olaraq təmir edəcəklər, dizaynına əl gəzdirib yenidən sizə qaytaracaqlar. Əzizlərimiz, biz öz informasiya dəstəyimizi sizin diqqətinizə yetirmək istəyirik. Verilişimizlə bağlı hər hansı bir sualınız varsa, təklifləriniz varsa buyurub müraciət eləyə bilərsiniz. favorittv.com və favorittv.az. Bax, bu bizim internet saytımızdır. Buyurun, sizin bütün təkliflərinizi internet saytımızda gözləyirik. Bu günləri bizim studiyamızın çox yaraşıqlı, dəbdəbəli görünməyində Məhbubə eksklüziv pərdə tül salonuna təşəkkürlərimizi bildirmək istəyirik və yeni il öncəsi elə xanımlarımıza bir məsləhətimiz var ki, evlərinizin daha yaraşıqlı görünməyini istəyirsinizsə, buyurun müraciət edin Məhbubə pərdə tül salonuna. Çünki burada Türkiyənin və İtaliyanın istehsalı olan eksklüziv, klassik və avangard pərdələrdən istifadə olunur. Ümumiyyətlə, pərdələr hamısı Swarovski qaşlarla bəzədilmişdir. Hətta sizin evlərinizin daha yaraşıqlı, daha gözəl görünməyi üçün dekorativ orada eksklüziv qablar var, xüsusi əşyalar var ki, sizin evlərinizə bir yaraşıq gətirə bilərlər. Əzizlərimiz, əgər sizin pərdələrinizin yuyulmağa, təmizləməyə ehtiyacı olacaqsa, bax bunu da Məhbubə pərdə tül salonu sizin üçün pulsuz edəcək. Bax, bu pulsuz xidmətdə mütləq bizim xanımlarımız gərək istifadə eləsinlər. Əzizlərimiz, indi sizinlə bərabər ayrılırıq reklam dəqiqələrinə. Reklamlarımızı izləyirik, daha sonra birlikdəyik, verilişimiz davam edəcək. Kuzum yavrum adın nedir Gülbahar? Peki senin anan baban var mı? Var. Kuzum yavrum adın nedir Gülbahar? Peki senin anan baban var mı? Var. Nasıl? Zengin midir baban? Evet zengin Beyzade. Öylese giydiğin giyim niçin böyle sade? Yok mu senin incilerin, altın bileziklerin? Söyle yavrum, hiç sıkılma. Söyle, söyle. Var efendim var, lakin mellim söyler. Onların yok kıymeti, yok kıymeti. Bir kızın ancak bilgidir
dünyada senin en çok sevdiğin kimdir? Kuzum, en çok sevdiğim ilkin Allah, yeri göğü insanları halk eyler. Bu dünyada senin en çok sevdiğin kimdir? Kuzum, en çok sevdiğim ilkin Allah, yeri göğü insanları halk eyler. Sonra kimler onu gönderdi elçiler? Başka sevdiklerin nasıl yok mu var? Kimdir onlar? Kimdir onlar? Anam, babam, müellimim, bir de bütün insanlar, bütün insanlar, insanlar. Başka sevdiklerin nasıl yok mu var? Kimdir onlar? Kimdir onlar? Anam, babam, müellimim, bir de bütün insanlar, bütün insanlar. Anam, babam, müellimim, bir de bütün insanlar, bütün insanlar. İnsanlar, bütün insanlar. Anam, babam, müellimim, bir de bütün insanlar, bütün insanlar, insanlar. Təşəkkürümüzü bildiririk Cavid əfəndi. Rəhmətliler sen. Tüzaliye de çok büyük teşekkürler. Ben bu mahnıyla bağlı bir yazı yazmıştım. Ve orada da dedim çok teşekkür edirik ki hem Cavid'in ruhuna böyle Bəli. bir saygı olmakla beraber bu bir cemiyete çok büyük mesajdır. Bəli. Ne kadar Kızlarımız insanlara üçün, əslində bir mahnı ile verilecek, düşündürecek ciddi bir mesajdır. İnşallah ki büyüyen nesillerimiz, ailelerimiz de onun daha da çok fərqində olarlar. İnşallah. Və hörmətli tamaşaçılarımız, bildiyiniz kimi elə bayaqdan biz burada autizmdən əziyyət çəkən övladlarımızdan, uşaqlarımızdan danışırıq. Onların problemləri haqqında söhbət açırıq və Aytən xanım öz ailəsində bu problemi yaşadığı üçün bütün bu məsələləri bizlərdən daha yaxşı bilir. Aytən xanım, mən çox istəyərdim ki, bax bizim gənc analarımız var, gənc xanımlarımız var ki, onların övladı var, məsəl üçün övladının 1 yaşı var, yaş yarımı var. Övladında müəyyən bax bu siz dediyiniz sindromları görür, hiss eləyir. Hiss elədiyi andan etibarən o kimə müraciət eləsin, hara müraciət eləsin, hara getsin, yəni kimlə bölüşsün bunu, bunun fərqinə vardığı bir andan etibarən. Autizmdə erkən müdaxilə çox önəmlidir həqiqətən. Çünki erkən müdaxilə ilə uşaqlarımızı cəmiyyətə normal dediyimiz, inkişaf edən, tipik dediyimiz insanlar kimi, ən azından tam onlar kimi olmasalar belə, amma ana atanın ən böyük sualı olan, mən olmadığım zaman mənim evladım olan autizmli bir uşaq necə yaşayacaq, kim baxacaq, kimə möhtac qalacaq sualıyla üz-üzə qalmadan özünü idarə edə biləcək səviyyəyə gələ bilər. Erkən müdaxilənin həqiqətən önəmi böyükdür. Dünyanın ən inkişaf edilmiş ölkəsi sayılan Amerikada Bəli. çok önemli bir sistem var. Biz Amerika'da mütəxəssis dəvət etdiyimiz zaman bize anlattığı mesele buydu autizmle alakalı ki Amerika'da bir uşaq 0-3 yaşında artık diaqnoz qoyulur ve qoyulduğu an devlet onlara minimum 3 mütəxəssis göndərir. 3 yaşına kadar her gün eve 3 mütəxəssis gəlir ve ana ata hiçbir əziyyət çəkmədən o 3 mütəxəssislə məşğul olunur. 3-6 yaş arasında evde qətiyyən qalmağına icazə verilmir ve bağçaya normal inkişaf edən uşaqlarla birlikte bağçaya göndərilir. Bu internet bağçası
bağçasına yoxsa gecələr Deyil. evə gəlir? Evə gəlir, Evə normal gəlir, bağçaya bəli, gedir. aha. Və orada da amma mütəxəssislər onunla birlikdə olmağa davam edirlər və günlük məşğul olurlar onunla. Eyni zamanda da sosial mühitdə olaraq o uşaqlarla birlikdə oynayırlar və onlarla ünsiyyət qururlar. 6 yaşdan etibarən də qətiyyən evdə yenə qalmasına icazə verilmir və normal məktəbə getməyinə imkan saxlanır. Yəni o imkanı artıq əldə edir o uşaq və özü məktəbə gedə bilir. Artıq nitqi də düzəlir uşağın. Bir çox hissədə irəliləyiş olur o uşaqda. Aytən xanım, yəni Amerikada Aytən xanımgilin təşkilatı var, qurumu var. Nümunə olaraq göstərir. Mütəxəssisləri cəlb edirlər ki, biz nə edə bilərik? Yəni biz nə edə bilərik? Mütəxəssislər orada, onların böyük təcrübələri var, gedir. Amma bugünkü bizim reallıqda, gerçəkdə Azərbaycanda sizin bir təşkilatınız da var. Məsələn, Nurayna xanım dediyordu ki, bu proqrama baxdılar. Dedi ki, mənim uşağımda belə bir problemlər var. Bu an, bu dəqiqə nələr reallıqla edə bilər, hara gedər? Çünki niyə bəzi insanlar bu proqrama baxıb, məsələn, bəlkə də o fərqində oldu. Amma nə elədim? Mən bu proqrama baxdım. Valideyn hara getsin? Nə eləsin? Bax, bu çox yaxşı bir onlara kömək olardı. Yəni onu hiss elədiyi an etibarilə ilkin eləyəcəyi iş bir ana atanın mütləq bir həkim mütəxəssisə getməyi. Nevroloji həkimə? Nevroloq da ola bilər ki, Azərbaycanda bu mövzuda yəni indiki zamanda artıq daha da artıb, amma mənim oğlumun dönəmində çox bilən və bunu anlayan insan yox idi. Autizm çox çətin bilinən bir məsələdir həkimlər tərəfindən də. Mütləq nevropatoloq, başda uşaq psixiatrları olmaq üzrə getməlidirlər ilk başda onlara. Diaqnoz düzgün qoyulduğu zaman ikinci pillə də odur ki, mütləq gəlməlidirlər uşaqla məşğul ola biləcək, bərpa işini apara biləcək reabilitasiya mütəxəssislərinin yanına. Çünki indi autizmin nədəni bilinmədiyi üçün araşdırmalar gedir. Dünyanın inkişaf eləmiş ölkələrində də araşdırmalar aparılır, ancaq nədəni daha bilinmir. Bir çox şey söylənilir səbəb olaraq. Genetik var faktor? Genetik faktor olduğu ifadə olunur artıq. Ana bətnindəykən artıq bilinir. Elə bəlkə də problemlərdən biri odur ki, hələ bunun səbəbləri tam tapılmır. Yəni bir neçə səbəblər deyilir ki, bunlar ola bilər. Eyni zamanda proses də deyirlər ki, nədir bunu daha çox etkiləyən, bədəndə gedən? Bu proseslər müəyyən mütəxəssislərin rəyi var. Amma təbii ki, bu hələ dünya elmində araşdırılan sahələrdən biridir. Hələ də ciddi araşdırmaların getməsi ki, bu uşaqlar üçün sahələrdən biridir. Bizdə bu hansı mərkəzlərə məsələn müraciət, siz bunu bütün gün ünsiyyətdə olursunuz, təmasda olursunuz, məsələn məsləhət görürsünüz, bizim əslində ictimai birliyimizin qurulma səbəbi də elə budur. Qəhrəmanı da elə mənim oğlumdur. Çünki yaşayaraq bunu bildiyim üçün və ailələrə ehtiyac hissediyim üçün və özüm yaşadığım sıxıntıları hər gün qarşılaşdığım ailələrin o üzlərində, gözlərində gördüyüm üçün ən azından qərar verdik ki, bir ictimai birlik quraq və bu şəkildə proyektlərlə, dəstəklərlə işlərimizə davam edək. Çünki ailələrin maarifləndirilməsi çox önəmlidir. Bizim ictimai birliyimizin daxilində, Bilgə və Sağlam ictimai birliyimizin daxilində Memoriya Uşaq Reabilitasiya Mərkəzimiz var ki, o reabilitasiya mərkəzimizdə indi bu saat 60-a yaxın uşağımız var və o uşaqlarımız indi reabilitasiya təhsilindən keçirlər, bərpa işləri aparılır. Və mütəmadi olaraq mən Türkiyədə yaşadığım müddətdə də ən böyük problemlərdən biri olan mütəxəssis yetişdirilməsi problemi olduğu üçün və mən oğluma heç bir mütəxəssis yanına götürə bilmədiyim üçün oğlumu Türkiyəyə oxuduğum ölkəyə geri qayıtmaq məcburiyyətində qalmışdım və orada mütəmadi öz ölkəm üçün nə vaxt qayıdacağımı bilmədiyim halda proyektlər yazaraq mütəxəssis yetişdirmişdik. Qazi Universitetində olsun və fərqli proyektlərlə də mütəmadi olaraq öz imkanlarımızla da olsun Azərbaycana göndərirdik və burada da bizim uşaqlarımızla çalışırdılar. İndi həmin mərkəzimizdə də eləməz o mütəxəssislərimizlə çalışmağa davam edirik və Qənər xanımın dediyi kimi bu nədəni də bilinmədiyi üçün bir çox şey söylənir. Məsələn, deyilir ki, yəni yediyiniz hər hansı bir qidadan da ola bilər. İçdiyiniz sudan belə artıq autizmə səbəb ola bilər xəstəliklər. Amma yəni orada bir sıra var ki, ümumi bir diyet normaları var təxminən. Çünki o diyet normalarına biraz uygulamaq lazımdır. Daha çox onlar şəkər məhsulları, hiperaktiv olduqları üçün şəkərli qidalar qətiyyən şəkərli qidalar onların belə deyək rasionlarını az əhatə eləməlidirlər, az əhatə eləyir. Yəni bu da təbii ki, mütəxəssisin rəyi ilə olmalıdır. Amma mütəxəssis rəyi olmadan. Sizdə Aytən xanım, məsələn, insanlar müraciət eləyəndə pulsuz hansısa bir məsləhət yardım ala bilərlərmi? Təbii ki, biz ilk, yəni bizim valideynlər gəlir bizə və biz onların uşaqlarını heç bir şəkildə qarşılıq almadan, təmanına gözləmədən qiymətləndiririk.
Çünki və valideynlərə uzun müddətli maarifləndirmə işində köməklik göstəririk. Bizim elə ən böyük işlərimizdən biri mütəxəssislərimiz valideynlərimizlə işləyərkən mən də valideynlərlə işləmək məcburiyyətində qalıram. Çünki həqiqətən elə valideynlərlə qarşılaşırsınız ki, bugün rayonlardan gələn ailələrimiz var. Hər gün Hacıqabuldan gəlib 2 saat yol gəlib 2 saat bərpa dərsi alaraq, yəni reabilitasiya dərsi alaraq, bəli, geri qayıdırlar. Qayıtmaq məcburiyyətində pulsuz istifadə gələn valideynlərimiz çoxdur. Asan deyil, bahalıdır. Amma bunu eləyirsiniz, təşəkkürümüzü bildiririk buna görə. Bəlkə xəbər, sizin yəqin ki, bir xəbərlər proqramından sonra Aytən xanımgilin təşkilatının bir nömrələri də hansısa bir elan olunan bölgələrdə çox buna olan kiminlənsə bir ən azı mütəxəssis rəyi eşidək. Görək nədir, bir uşağımızla bağlı. Mütləq biz, hörmətli tamaşaçılarımız, diqqətiniz bizdə olsun. Qənirə xanımın da söylediyi kimi xəbərlərdən sonra biz həmən o reabilitasiya mərkəzinin telefon nömrələrini, əlaqət nömrələrini sizə verəcəyik. Hörmətli valideynlərimiz, bilirəm ki, bunlar sizin üçün maraqlıdır. Bu arada təşəkkürlərimizi bildirmək istəyirik. Biz verilişimizə dəstək olan sponsorlarımıza, Sanni Qrupa təşəkkürümüzü bildiririk. Sanni Qrup yeni il öncəsi 50% endirimlə bizim xanımlarımıza Yunanistanın istehsalı olan çox yaraşıqlı şubaları təqdim edir. Ona görə dekabr ayının 31-nə qədər vaxt itirmədən buyurun müraciət edin Sanni mağazasına. Əzizlərimiz, Alyans Qrupu sizin diqqətinizə yetirmək istəyirik və öz növbəmizdə də Alyans Qrupa təşəkkürümüzü bildiririk ki, sizin evlərinizin, ofislərinizin yaraşıqlı, dəbdəbəli görünməsi üçün yaxından kömək edirlər. Çünki Alyans Qrupda doğrudan da işinin peşəkarı olan mühəndislər və ustalar çalışırlar. Lider beynəlxalq pul köçürtmələrinə də təşəkkürümüzü bildirmək istəyirik əzizlərimiz. Elə yeni il öncəsidir. Əgər siz doğmalarınıza, yaxınlarınıza pul köçürtməsini rahatlıqla etmək istəyirsinizsə, buyurun müraciət edin Lider beynəlxalq pul köçürtmələrinə və öz informasiya dəstəyimizi də diqqətinizə yetirmək istəyirik. favorit-tv.com və favorit-tv.az. Bütün suallarınızı, təkliflərinizi bizim verilişimizə olan suallarınızı göndərə bilərsiniz bizim internet saytımıza və Məhbubə Pərdə Tül Salonuna da təşəkkürümüzü bildirmək istəyirik. Studiyamız görürsünüz necə gözəl görünür. Sizin evləriniz də bax bu cürə gözəl görünə bilər. Ona görə buyurun müraciət eləyin. Swarovski qaşlara bəzədilmiş çox gözəl klassik və avangard üslublu pərdələri əldə edə bilərsiniz. Hətta pərdələrinizin yuyulmağa ehtiyacı olarsa, bax bu bütün bu prosesi də pulsuz olaraq sizə təklif eləyir Məhbubə Pərdə Tül Salonu əzizlərimiz. Buyurun müraciət eləyin və studiyamızın gözəl görünməsində biz Lili Art Qrupa da təşəkkürümüzü bildiririk. Bax toy düyünlərinizdə, ad günlərinizdə hər hansı bir məkanı gözəl bəzənməyini istəyirsinizsə, buyurun Lili Art Qrupa müraciət eləyin. Gəlin indi sizinlə bərabər ayrılaq Səda informasiya vasitəsinə Azərbaycanda və xaricdə başlayan ən son məlumatlardan xəbərdar olaq. Daha sonra yenidən birlikdəyik. Hörmətli tamaşaçılarımız, Səhər Çağı proqramı yenidən davam edir öz axarı ilə və bu günləri biz çox maraqlı, cəmiyyətimizi maraqlandıran bir mövzu ətrafında söhbət edirik. Autizmdən əziyyət çəkən uşaqlarımız barəsində, övladlarımız barəsində danışırıq burada. Sözsüz ki, bax bu uşaqların o maddi rifahının yaxşılaşması üçün həmişə respublikamızda müəyyən xeyriyyə tədbirləri keçirilir, xeyriyyə işləri keçirilir və bu xeyriyyə tədbirlərində də bizim sənətçilərimiz həmişə ön sıralarda çıxış edirlər. O sənətçilərimizdən biri də elə həmişə Tünzalə xanım olur. Qənirə xanımın həmişə təşkil elədiyi o tədbirlər ki var ki, xeyriyyə adı ilə təşkil olunur. Sənətçilərin hamısı yox. Sənətçilərin hamısı yox. Hamısı yox. Buradan da elə bu bir mesaj da olsun ki, bizim sənət camiamız duyarlı insanlar o qədər də çox deyil. Tünzalə xanım onların başında gələn insanlardan biridir. İştirak edir həmişə. Elə bütün sənət camiasının, tək sənət deyil. İş dünyası olsun, sənət dünyası olsun, bütün cəmiyyətdə insanlar olsun. Biz çağırırıq ki, bu cür insanlara, bax o təşkilatlar ki, o insanlara pulsuz müəyyən yardımları da göstərirlər gəlib. Onlara hər zaman dəstək olsunlar. Çünki o kiminsə imkanı var bəlkə birinin öz evladını belə deyək, bu hansısa mütəxəssislər, hansı cəlb eləyə bilir. Amma elə ailələr var, onlar çıxılmaz vəziyyətdədir. Bax o ailələrə belə qeyri-hökumət təşkilatları ki, bu istiqamətdə ki, bu işi bilirlər, bu iş üzrə yaradılıb kömək eləmək istəyirlər. Hər kəs sənət insanı onlara bir konsert verə bilər, xeyriyyə bərabərcə. İş dünyasından olan insanlar, biz biraz dəstəyimiz var, kömək eləyək. 10-15 hər kəsin köməyi ilə elə bir uşağa belə. Yardım olsa, o insanlar dəstəyi ilə olsa, nə qədər o ailələr üçün bilirsiniz kömək olar və biz heç vaxt unutmamalıyıq ki, bir gün biz özümüz də ailələrdən biri ola bilərik. Bizim ailəmizdə özümüz, yaxınlarımız, heç kəs bundan sığortalanmayıb. Ona görə sadəcə mənə gələndə yox, əgər bu məsələ varsa,
biz daha duyarlı olmalıyıq. Əgər biz daha duyarlı olsaq insan olaraq ki, mənim ailəmdə yoxdursa, mənim doğmalarım içində yoxdursa, mənə nə anlayışı olmamalıdır. O hiss eləməlidir ki, bax o, məsələn, onun evladı bizim Aytən bacımızın hamısı, elə o bizim uşaqlarımız da olar. Elə bir gün mənim ailəmdə də doğula bilər belə uşaq. Bəli. Ona görə mən əlimdən gələn dəstəyi göstərək, duyarlı olaq. Cəmiyyət duyarlı olduqca bilirsiniz, bu problemlərin bir çoxu aradan çıxacaq. Problemlərin bir çoxu bizim gerəkən duyarlılıq göstərməməyimizdən qaynaqlanır. Mən belə başa düşürəm hər baxdığım zaman. Ona görə hərə, o deyir, bir əlin nəsi, iki əlin səsi. Bəzən bir adam deyir ki, mən nə edə bilərəm, amma o bir adam mən nə edə bilərəm dediyi dəstək 1000 adama keçəndə, 2000 adama keçəndə, bir də görərsiniz ki, bir problem əslində o xəstələrlə bağlı çox ciddi bir neçə ailənin problemi tamam həll olundu. Onlar uşaqlar o zaman məşhur bir pritçədə danışılır ki, bir kəpənək meşə yanğısını söndürməyə can atır. Yəni gülürlər kəpənəyə ki, sən İbrahim Peyğəmbər yananda necə bir quş dimdiyində bir Yəni, damla su gətirir. Aytən xanım deyir, elə valideynlər var, imkanlıdır, o biraz vəsait ödəyir. O vəsaitə deyir, 5-6 imkansız insana da kömək edə bilirsiniz. Yəni, ona görə də bizim insanlarımız hamımız biraz duyarlı olsun. Bəli. Və bütün deyilənə əlavə olaraq doğrudan da sənət adamının missiyalarından biridir. Sənət adamı yalnız öz reklamı üçün, öz populyarlığı üçün, öz yaradıcılığı üçün yaşamamalıdır. Sənət adamı ictimaiyyətin baxdığı bir insandır. Bəlkə də bir gənclərin örnək götürdüyü insandır. Örnək də birinci növbədə. Nurani xanım, mən elə bu il, elə heç bir il tamam olmayıb, inşallah elimiz salamat başa çatsın. Gələn ildə hamı üçün huzurlu, uğurlu olsun bu il. Və autizmlə bağlı sosial rolika mən çəkilmişdim və böyük məmnuniyyətlə də getdim. Və nə yaxşı ki, digər sənət dostlarımı, televiziya aparıcılarını, həmkarlarımı gördüm və hətta autizm xəstəliyini artıq yaşayan uşaqlar, müxtəlif yaşlarda valideynlər və mən doğrudan da işin nə qədər ağır olduğunu, o vəziyyətə girməsəm belə kənarda müşahidə edən insan kimi anlamağa çalışdım və hesab eləyirəm ki, sənət adamı məsələ o duyarlılığı göstərməlidir ki, roliklər olsun, konsertlər olsun, ortaq bir masalar olsun ki, diyaloglar olsun və əlbəttə ki, televiziyanın, radionun bu yerdə, bu situasiyada çox böyük önəmi var. Çünki toplum hardan alır siqnalı, mesajı, xəbəri sizdən, televiziyadan, bizlərdən, səhnədən və ona görə də mən həmkarlarımı çağırıram və inşallah gələn ildə mən bir ayağım qardaş Türkiyəyə bağlanır və orada dövlət televiziyasına, TRT Müzikdə veriliş aparacağım və inanıram ki, cümləmiz üçün çox sağ olun və inanıram ki, bu verilişdə həm ortaq mədəniyyətimizə, musiqi mədəniyyətimizə xidmət etdiyi kimi, bax, belə bir mövzulara da xidmət edəcək. Biz ona sözsüz inanırıq və mən açığam, Aytən xanımdan burada elə canlı efirdə. Güzalə xanımı təbrik edirik, bu çox böyük bir uğurdur ki, orada bir Azərbaycanlı bir sənətçiyə belə bir proqramı etibar edirlər. İnşallah uğurlu olacaq və bu arada sizdən bir mahnı istəyə bilərikmi? Böyük məmnuniyyətlə. Qarşıdan həmrəylik günümüz gəlir, qarşıdan yeni il gəlir və doğrudan da bütün danışdığımız mövzuların, bax, toplum deyirik, cəmiyyət deyirik, hər şeydə həmrəylik əl-ələ tutmaq nə qədər önəmlidir və mən elə bu mövzunu bayraq tutaraq hörmətli Qənirə xanımın sözlərinə bir zamanlar yazdığımız biz gəlirik, biz dünya Azərbaycanlıları olaraq bir yerdəyik, dünya səsimizi duysun, biz güclüyük və biz başımıza gələn hər bir sınaq varsa inşallah oradan alnı açıq çıxacaq. İnşallah, inşallah. Buyurun, dinləyək sizi. Bir ay var, o sensen, ulduzların içinde en güzel sen. Ay ulduzlu bayrağımla zirvede sen, Azerbaycan vətənim sen. Bastığım yerler sadece torpaq değil, o anamdır, o vətəndir. Qoru onu millətinin gələcəyə əmanəti. Ey
Təşəkkürümüzü bildiririk və elə Tünzalə xanımın dediyi kimi, oxuduğu kimi də doğrudan da bax, irəlidə həmrəylik günümüz gəlir. Biz hər bir məsələdə həmrəy olarıqsa, bax belə autizmlə əziyyət çəkən övladlarımızın da sağlığı üçün, yaxşı inkişaf etmələri üçün, gələcəklərinin daha normal olmaları üçün birlikdə əl-ələ tutub nəsə bir işlər görəriksə, doğrudan da o ailələrə yaxından kömək etmiş olarıq. Mən çox istəyərdim ki, biz indi telefon nömrələrimizi verək. Ayten xanım, deməli, hörmətli tamaşaçılarımız, bax, Respublikamızda Memoriya Uşaq İnkişafı və Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Ayten xanım, siz zəhmət olmasa bir balaca da tamaşaçılarımıza məlumat verin bu reabilitasiya mərkəzi barəsində, mütəxəssislər barəsində. Telefon nömrələrini də tamaşaçılarımız görəcəklər indi ekranlarımızdan. Mərkəzimizdə indi hal-hazırda 60-a yaxın xüsusi qayğıya ehtiyacı olan uşaqlarımız var. Bunların çoxu autizmli uşaqlarımızdır. Və orada onlar mütəxəssislər tərəfindən onlara individual məşğələlər aparılır. Psixoloqlar tərəfindən, nitq terapevtləri tərəfindən, idman terapevtləri tərəfindən, fizioterapevtlər tərəfindən məşğələlər aparılır və bu şəkildə də onların bərpa işləri görülmüş olur. Mütəxəssislərimizin bir çoxunu Türkiyədə yetişdirmiş oluruq. Çünki daha öncə də dediyim proyektlərdə təhsil alıb gələn mütəxəssislərimiz də var və mütəmadi olaraq da xarici dövlətlərdən bizə gələn mütəxəssislər var kurslar üçün və bizdən də eyni şəkildə Türkiyəyə gedənlər var. Allah yaxşı, artıq ekranlarımızda telefon nömrələrini də görürsünüz. Hörmətli valideynlərimiz 012 ilə 496 97 62 və mobil nömrəsi də var 050 ilə 341 31 51. Autizmlə əziyyət çəkən uşaqlarınız, övladlarınız varsa, hörmətli valideynlərimiz, analarımız müraciət edin bu telefonlara. Bax, bu mərkəzdə sizin uşaqlarınızın daha yaxşı, daha sağlam inkişafı üçün yaxından kömək edəcək mütəxəssislər tapa bilərsiniz. Bu arada, hörmətli tamaşaçılarımız, verilişimizə dəstək olan sponsorlarımıza təşəkkür etməyimizin tam zamanıdır. Sayni qrupa təşəkkürlərimizi bildirmək istəyirik. Yeni il öncəsidir, hörmətli bəylərimiz. Əgər xanımlarınıza bir hədiyyə almamısınızsa, buyurun Sayni mağazalarına. Çünki Sayni mağazaları ən gözəl şubaları, Yunanistanın istehsalı olan şubaları 50% endirimlə sizlərə təklif edir. Bax, bu şubaları alıb yeni il öncəsi xanımlara hədiyyə eləyə bilərsiniz. Lider beynəlxalq pul köçürtmələrinə təşəkkürümüzü bildirmək istəyirik. Siz yaxınlarınıza, doğmalarınıza, xaricdə yaşayan soydaşlarımıza rahatlıqla, asanlıqla, qısa vaxt çərçivəsində pul köçürtməsi etmək istəyirsinizsə, buyurun müraciət edin Lider beynəlxalq pul köçürtmələrinə. Telefon nömrələrini diqqətinizə yetiririk, ekranlarda da görürsünüz. 012 ilə 511 11 58. Alyans Qrupa təşəkkürümüzü bildirmək istəyirik. Alyans Qrup sizin evlərinizin, ofislərinizin, iş yerlərinizin daha gözəl, yaraşıqlı, dəbdəbəli, Avropa standartlarına uyğun təmirinə bir ehtiyacınız varsa müraciət edə bilərsiniz. Dizaynı çox gözəl dizayn edirlər və burada çalışan, bu şirkətdə çalışan bütün ustalar, mühəndislər əsl işinin peşəkarlarıdır, hörmətli tamaşaçılarımız. Biz Məhbubə Pərdə Tül Salona təşəkkürümüzü bildirmək istəyirik. Xüsusilə xanımlarımızın diqqətindən yetirmək istəyirik ki, bayram öncəsidir, evlərinizin daha gözəl və yaraşıqlı görünməyində pərdələrin xüsusi rolu var. Bax, belə pərdələrə sahib olmaq istəyirsinizsə, müraciət edin Məhbubə Ekskluziv Pərdə Tül Salonuna. Çünki burada həm Türkiyənin, həm də İtaliyada istehsal olunan ekskluziv, klassik və avantgard pərdələri tapa bilərsiniz. Və xanımların diqqətinə yetirək ki, əgər pərdələriniz bir müddətdən sonra çirklənərsə, tozlanarsa, onların yuyulmağını da Məhbubə Pərdə Tül Salonu pulsuz sizə təklif edir. Bax, belə bir xidmət şəhərimizdə heç bir pərdə salonunda yoxdur. Əzizlərimiz, Lilli Art Qrupa da təşəkkürümüzü bildirmək istəyirik. Görürsünüz ki, bugünlər bizim studiyamız necə gözəl görünür, bayram öncəsidir. Əgər siz də hər hansı bir məkanın daha gözəl bəzənməyini istəyirsinizsə, Lilli Art Qrupda çalışan dekorçular, dizaynerlər, rejissorlar sizə yaxından kömək eləyəcəklər. Bu arada biz ayrılırıq sizinlə bərabər reklamlara. Reklamlardan sonra verilişimiz yenidən davam eləyəcək. Hörmətli tamaşaçılarımız, bizim çox hörmətli müğənnimiz Tünzalə xanım mühüm bir tədbirə tələsirdi. Ona görə verilişimizdən ayrıldı. Biz ona doğrudan da 2014-cü ildə uğurlar, bol şanslar arzu eləyirik. Bu günləri, hörmətli tamaşaçılarımız, biz çox mühüm bir məsələ barəsində söhbət eləyirik. Hörmətli millət vəkilimizlə və İctimai Birliyin sədri Ayten xanımla autizmdən əziyyət çəkən övladlarımız barəsində danışırıq burada. Ümumiyyətlə, bax, bu problemdən əziyyət çəkən çoxlu ailələr var Azərbaycanda. Elə ailələrimiz
valideynlərimiz var ki, hətta o uşaqlarda o sindromlar var, amma hələ də valideynlər bundan bixəbərdir. Hələ də gözləyirlər ki, ola bilər ki, uşağın öz-özlüyündə bu problemlər aradan qalxar. Sözsüz ki, bizdə Azərbaycanda bir-birinə yaxşılıq eləmək, birinin əlindən tutmaq, mərhəmət hissi olan insanlarımız çoxdur. Amma danışanlar da çoxdur. Bu barədə çoxları danışırlar, gəlin bunları eləyək, bu təklifləri verək, amma işə əmələ gələndə hərə sinəsini bir tərəfə çəkir. Biz də oradan da problemimiz odur, Qənirə xanım. Amma biz, bax, bizim proqramımız adından sizə öz təşəkkürümüzü bildiririk, dərin təşəkkürümüzü bildiririk. Çünki doğrudan da, bax, belə işlər olanda, belə məsuliyyətli işlər olanda siz heç vaxt millət vəkili olaraq sinənizi kənara çəkmirsiniz. Əslində, siz o çiyninizi bu işlərin altına verirsiniz. Bax, ictimai tədbirlərdəsiniz, müəyyən siyasi işlər var ki, onlarla məşğulsunuz. Amma belə işlərə də siz vaxt ayırırsınız, belə xeyriyyə tədbirlər edirsiniz. Və dünənlər, hörmətli tamaşaçılarımız, Azərbaycanda, Bakıda çox möhtəşəm bir tədbir keçirildi. Məhz elə bu uşaqlar üçün xeyriyyə tədbiri oldu. Ondan yəqin ki, bir maddi vəsait də yığıldı kömək üçün. Bəli, Birgə Sağlam Yaşayış deyək təşkilatımız, ona Aytən xanım rəhbərliyi edir Reynalova. Onlar o bilet satışından bütün əldə gələn gəlir. Birgə və Sağlam Yaşayış təşkilatımız onu imkansız ailələrə, o autizmlə əziyyət çəkən imkansız ailələrin evladlarına dəstək üçün xərcləyəcək və mən inşallah biz vurğulamışıq ki, həmişə dəstək olacağıq. Hər ay bir tədbirin hansısa onların təşkilatına dəstək ki, bir tədbir olsun, xeyri aksiyalar olsun ki, nə qədər bizim imkansız ailələrimiz ki, evladları var, onlar gəlib o mərkəzin imkanlarından yararlana bilsinlər ki, onlar da o mütəxəssislərə məvacib verirlər, hansısa işlər görürlər, yararlansınlar. Bu çox önəmlidir. Həm də maarifləndirməni daha da geniş aparsınlar. Ailələrlə birə-bir, yəni o xəstəlikdən əziyyət çəkən insanların ailələri ilə o maarifləndirmənin daha geniş şəkildə aparılmasına da dəstək göstərilsin. Bilirsiniz, burada cəmiyyətimizin çox böyük dəstəyinə ehtiyac olmaqla bərabər mən vurğuladım. Biz Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim müəllimlə də danışdıq. Bunun dövlət səviyyəsində bu məsələyə yüksək səviyyədə dəstəyin göstərilməsinə çox ehtiyac var və o da vurğuladı ki, bu mövzunun nazirlik dövründə çox diqqət mərkəzində olacaq. Çox vacibdir ki, böyük bir mərkəzin yaradılması ki, o mərkəzdə uşaqlarımız yüksək səviyyədə peşəkarlar olsun. O mərkəzimiz, bax, bu mərkəzlərlə bərabər çalışaraq o uşaqlara çox böyük şəkildə dəstək göstərsin. Onların müalicəsi, mütəxəssislərlə rəy məsələsi. Sonra Təhsil Nazirliyinin çox böyük buna dəstəyi olması gərəkir ki, o uşaqlara, məktəblərdə o uşaqlara doğma mövqeyin, yəni o uşaqlara qarşı, çünki bu uşaqlar, bəli, həm xüsusi bu məktəblərin hansısa bir, amma bunlar mənim düşüncəmə görə Aytən xanımda hamı kimi bir məktəblərdə oxuması uşaqlara, onlara daha yaxşı təsir edir. Sadəcə hazırlamaq, yəni bizim bu cür uşaqlar söhbət təkcə autizmlə də getmir. Ümumiyyətlə xəstə uşaqlara nəsə bir problemi olan uşaqlar, əngəl olan, onların adaptasiyasının hazırlanması məsələsinə biz xüsusi önəm verməliyik ki, məktəblərdə uşaqlarla siniflərdə bu iş getsin, o uşaqlar məktəbdə oxuyanda onlara fərqli bir diqqət olsun, yəni anlaşılsın ki, o mütəxəssis onlarla işləsin, orada mütəxəssislər olsun ki, onlara o yardımı, o dəstəyi göstərmək üçün və bu insanların təbii ki, ən böyük problemlərdən biri ki, bu gələcək, bu uşaqların məsələn sabah, bugün ata-ana var, o uşaqlara dəstəkdir. Amma məsələn, o uşaqlar arasında eləsi ola bilər ki, onun ata-anası artıq dünyasını, sabah ata-anası yoxdur. Bu uşaqlar harada qalacaqlar? Onların bu məsələlərinin demək, gündəmdə olması ki, onların yerləşdirilməsi, onların gedəcəyi bir mərkəz olsun, qalacağı mərkəz olsun, yaşam mərkəzi deyək, yaşadığı mərkəz olsun ki, həm yaşasın, həm də o mütəxəssis yardımını alsın. Bax, mənim dediyim dövlət mərkəzi məhz bu üçün ki, içində gəlib qala bilsin və yaxud da kəndlərdən gəlirlər, bölgələrdən gəlirlər. Məsələn, eləsi var, gəlir, Aytən xanımgilin mərkəzində yardım alırlar, mütəxəssis. Amma bunun qalacaq yeri də yoxdur. Elə mərkəzlər ki, kənddən gələn ailələr, məsələn, bir müddət heç olmasa gələndə o mərkəzdə o uşaq qala bilsin, mütəxəssislər rəy verə bilsin. Yəni, bu
bu istiqamətdə işlərin artırması, sonra onların əlillik məsələsi, autizmli uşaqların müavinət məsələsi, onun öz əksini tapması üçün mütəxəssislərin hazırlanması, bu çox ciddi məsələdir. Daha çox mütəxəssislərin, daha peşəkar mütəxəssislərin hazırlanması və cənab nazir bu mövzunun gündəmdə olacağını və qurumlarla işləmək. Yəni, əslində bu qurumlar dövlətə böyük köməkdir. Dövlətin böyük bir xeyli yükünü də üzərinə cəmiyyət olaraq alır və belə qurumlarla, məsələn, qrantlar əsasında layihələr də edirlər. Bizim o qurumlar var. Dövlət bu qrantları ayırır. Həm nazirliyə, həm də qeyri-hökumət təşkilatlarına dəstək şurası var. Mən elə onları da çağırıram ki, bax, belə insanların layihələrinə də daha çox dəstək vermək lazımdır bu kimi təşkilatların. Yəni, mövzu bu önəmlidir ki, bu çox ciddi gündəmdə olsun və mən inanıram ki, yaxın zamanlarda bizim nazirliyimiz tərəfindən də bu istiqamətdə, bax, bu təşkilatlarla birlikdə bir müzakirənin olması, onlara daha nələr edə bilərik, hansı təkliflər, qanunverici orqana nələr edə bilər bu istiqamətdə. Bütün bu şeylər ciddi gündəmdə olacaq və biz də cəmiyyət olaraq öz duyarlılığımızı artıracaq ki, biz özümüz nə edə bilərik? Yəni, dövlətlə bərabər biz özümüz. Mən sizə də təşəkkür edirəm. Məsələn, televiziyada bu günləri, bu zamanın ayrılması çox təşəkkür edirəm. Yəni, sizə, İlham müəllimə, bütün kollektivə bu səsin duyurulması nə qədər insan var. Ən azı düşünəcək. Ən azı düşünəcək, mən nə edə bilərəm? Mən də bir dəstək göstərim və eyni zamanda nə qədər ailələr də artıq mən evladımı bir fərqində olum, mənim evladımla bağlı üzərinə düşüm, vaxtında üzərinə düşmək bu məsələdə çox önəmli bir addımdır. Ona görə də bu mövzu daimi gündəmdə olmasını mən hamımız çox istəyərdik və hamımız da bərabər dünənki tədbir bir başlanğıc idi, belə deyək. Amma bunun hər ay davamlı olması və aprelin 2-si autizm günüdür dünyada. Biz də buradan Aytən xanım bunu dedi ki, autizm gününün bizdə də yüksək səviyyədə, yəni bu diqqətə çatdırmaq üçün maarifləndirmədə mən hesab edirəm ki, biz də aprelin 2-sinə autizmdə, autizm xəstələrə dəstək günü kimi, bu gün kimi belə deyək, daha çox diqqətli olmaqla bərabər mən təkcə aprelin 2-si ilə bunu məhdudlaşdırmayıb, elə hər ay keçmək olar. Hər zaman bu mövzunun diqqətli olması. Biz elə ətrafımızda hər zaman, ümumiyyətlə, biz sizinlə bu mövzunu danışmışdıq, bu əngəllilərin məsələsini ki, bu mövzuda bizim ən çox edəcəyimiz şey duyarlılıqdır. Məsələn, mən bir məsələyə də toxunum Aytən xanım. Məsələn, bizim ictimai nəqliyyatdan istifadə edən insanlarımız həssas olmalıdır. Bəzən o insanların ən böyük sıxıntılarından biri ailələrin olur ki, evladları ilə ictimai nəqliyyatdan istifadə etməkdə çox çətin olur. Bəzən görürsünüz ki, o uşaqdır, yəni o xəstəliyindən yaranan onun emosionallığı var, bir hiperaktivliyindən, emosionallığından, aqressivliyindən qaynaqlanan. O kənar baxışlardan sıxılırlar. Biraz cəmiyyət olaraq dözümlü olmalıyıq. Yəni o dəqiqə ona bir reaksiya vermək, bəlkə sərt olmasa da psixoloji olaraq, axı o valideyn onu hiss edir və özü-özünə artıq narahat olur. Yəni biz düşünməliyik ki, o evlad bir gün bizim özümüzün yaxınlarımız olmalıdır. İctimai nəqliyyatdan tutun, hər yerdə insanlar daha həssas, daha diqqətli olmalıdır. Əksinə daha çox qayğı göstərilməsi bu bizə yaraşan məsələn addımlardır. Ona görə də bilirsiniz, o qədər ürəyimiz doludur ki, mən hesab edirəm ki, ən önəmli şey, hər şeyin başında cəmiyyətin duyarlılığı gəlir. İnsanların duyarlılığı gəlir və mən inanıram ki, bundan sonra Aytən xanım özünü daha güclü hiss eləyəcək, bu təşkilatlar özünü daha güclü hiss eləyəcək və onun öz evladı da daxil olmaqla, bizim dəyərli balamız Hamza da daxil olmaqla belə ailələrimizdə böyüyən uşaqlara hamımız daha çox əl-ələ verib nələrsə eləyə biləcəyik. Kimin nəyə ehtiyacı, kimin nəyə gücü çatırsa, bax, ehtiyacı olan belə insanlara Qənirə xanımın da söylətdiyi kimi yardım eləmək istəyir. Bəlkə də o adamlar var, onlar bilmirlər ki, hara müraciət eləsinlər. Siz çox istəyərdim ki, bax, öz ünvanınızı deyin, o reabilitasiya mərkəzi, ola bilər rayonlarda var belə ailələr ki, övladlarını bilmirlər, hara gətirsinlər, danışın ora haqqında. Yəni, cəmiyyətimiz əslində adres olaraq ifadə eləyəsi olsam, Ceyhun Hacıbəyli 127-də yerləşir. Telefon nömrələrimizi verdiniz, onsuz da çox sağ olun. Mənimlə əlaqə saxlayaraq onlar istədikləri mövzularla əlaqəli məlumatlandırıla bilərlər. Lap yaxşı. Mən telefon nömrələrini də istəyirəm ki, diqqətinə yetirək tamaşaçılarımızın. Əzizlərimiz, bax, 012 ilə 496 97 62, 050 ilə 341 31 51. Sizin ümumiyyətlə
bir hesab nömrəsi məsəl üçün açdırmısınız ki, məsəl üçün hesab nömrəsi olsun. Ola bilər kiminsə istəyir ürəyindən keçir ki, nəsə bir yardım eləsin. Bax belə şeylər yəni fikrinizdə varmı? Hesab nömrələrimiz var. Onsuz da ictimai birliklərin bilirsiniz hesab nömrələri olur. Ona görə bax, hörmətli tamaşaçılarımız, sizin əgər könlünüzdən keçirsə, ola bilər ki, müəyyən şirkətlər var, iri şirkətlər var ki, bax, belə bizim övladlarımıza, Azərbaycanımızın balalarıdır, övladlarıdır. Qənirə xanımın da söylediyi kimi, sabah bizim də ailəmizdə, sənin, mənim, onun, hər birimizin ailəsində belə övladlar dünyaya göz aça bilər. Ona görə biz bugündən özümüzü hazırlıqlı tutmalıyıq ki, bax, belə bir hadisə mənim ailəmdə başıma gələrsə, mən bunun yolunu, çıxış yolunu nədə görməliyəm? Bugünləri, bax, sizin o mərkəzdə neçə nəfər mütəxəssis var? Sırf bu işlə məşğul olan həkimlərimiz, 15 mütəxəssisimiz var, sırf bizim uşaqlarla işləyən və uşaqlarımızın sayı artdıqca mütəxəssis ehtiyacımız da artır. İndi hal-hazırda 15 mütəxəssisimiz var. Həm nitq terapevtləri, psixoloqlar, fizioterapevt, idman terapevti olmaq üzrə toplam 15 mütəxəssisimiz var. Deməli, ailələr müraciət eləyə bilərlər. Bax, hörmətli valideynlərimiz. Az da deyil Nurhan xanım, artıq Azərbaycanda belə uşaqların sayı minlərlədir. Bəlkə kimsə hesab edir ki, rəsmi statistika yoxdur, amma qeyri-rəsmi təxminən ortada olan. Amma sizin dediyiniz kimi, böyük mərkəzə artıq ehtiyac duyulur. Bizdə çox ciddi bu sahədə bilirsiniz. Həm də biz artan bir problemlə danışırıq. Biri var ki, elə məsələlər var ki, problemlər, onlar azalır. Deyirsiniz. Biri də var ki, surətlə getdikcə daha da artan bir məsələdən əgər söhbət ediriksə və bu gələcəyimizi təsir edən bir məsələdir. Çünki uşaqlıqda meydana gələn bir xəstəlik əslində bizim gələcəyimizi təhdid altına alır. Təbii ki, gələcəkdə bu uşaqlarla bağlı onlar bu millətin üzvüdür, vətəndaşlardır və biz çalışmalıyıq ki, vətəndaşlarımız həyata daha da inteqrasiya etsinlər. Həyatdan qopmuş nə qədər gənclərimiz əgər sayları artırsa, uşaqlarımızın sayı artarsa, o bizi ciddi narahat edər. Autizmdə də artan bir problemdən söhbət edir. Həm də yeni bilinən, məsələn, bəlkə o uşaqlar, məsələn, mənim tanıdıqlarım aslında autizmdən əziyyət çəkiblər, amma ailələr bir zamanlar bunu bilməyiblər, yaxşı mütəxəssislər olmayıb. Bəzi ailə də evə qapadır uşağı. Düzdür. Cəmiyyətdən təcrid edirlər. Bu ən yanlışıdır. Bu ən yanlışıdır ki, ailələr... Hətta ailələr utanırlar bunu cəmiyyətdə, qohum-əqrabanın içərisində bunu dosta, tanışa bildirməyə ki, mənim övladım belədir. Bəzi ailələr qapadırlar uşaqları evə. Bəli, çünki erkən müdaxilə olmadığı zaman bu uşaqlar onsuz da sosial mühitdə özlərini idarə edə bilmirlər və idarə edə bilmədikləri zaman da ailə idarə edə bilmir. Çünki hiperaktiv olurlar, ailənin gücü bəlli bir vaxt sonra çatmır o uşağa. Hələ keçid dövründən sonra, keçid dövrü zamanında da çox çətin bir yaş dövrü zamanında da çox böyük problemlərlə qarşılaşır ailə. Əgər dediyim o erkən müdaxiləni yerinə yetirməyiblərsə və məcbur qalırlar evdə saxlayırlar. Elə nümunələr var ki, dünyada evdə bağlayaraq iplə və ya dəmirlə saxlayan ailələr də var. Aqressiyasından, atasına, anasına belə zərər verən ailələrimiz də, uşaqlarımız da var bu mövzuda. Onun olaraq fərqli yanaşmaq olmalıdır. Elələri var, müəyyən zaman üzərinə vaxtında düşülüb. Onlar normal məktəbə gedə bilərlər. Təbii ki. Həmzə kimi, Həmzə bugün məktəbə gedir. Amma 11 yaşı var, məktəbə gedir. Amma elə qruplar var, onlar daha ağırdılar, onlar normal məktəbə gedə bilməzlər. Yəni onlarla işləmək üçün, xüsusi onların müəyyən ən azı bilikləri olsun, müəyyən bir şeylər olsun. Bəli, onlarla başqa bir proqram içərisində çalışmaq. Yəni bu bir ümumi yanaşma tələb etmir. Öz içərisində bu məsələ, bəli, individual yanaşma. Yəni bir uşaq məktəbə getmə imkanları var, amma eləsi var, o məktəbə mümkün deyil. Yəni o gedə bilməz, təhsil alması, o yəni ümumi məktəbdən söhbət gedir. Onlara bir xüsusi yanaşmanın ortaya qoyulmasına ehtiyac var. Bunlar bilirsiniz çox önəmlidir. Amma mən hesab edirəm, siz dediyiniz ailələr utanır. Heç kəs utanmamalıdır. Mən hərdən fikirləşirəm, bəlkə də insanlar buna bir sınaq, imtahan kimi baxmalıdırlar və düşünməlidirlər ki, biz səbrlə o əlimizdən gələn qədər, mən Aytən xanıma bunu zarafatla yox, ciddi deyirəm, Həmzə ilə bərabər siz cənnəti qazanırsınız. Çünki o səbri göstərərək ki və geri çəkilməyərək, şükr edərək ki, evladımdır, müəyyən əngəli var, problemi var, mən də əlimdən gələni eləyəcəm və onun müəyyən tədakarlıq da göstərərək ki, öz işindən mən evladımın arxasınca gedəcəm, onu həyata daha çox bağlanacaq. Amma onu hər valideyn eləyə bilmir. Biz hamımız ona görə biraz psixoloji da mən indi ona gətirəcəm. Səbir, bu iş bir səbir istəyir, psixologiya və düşünməməli ki, bu bir cəzadır. Mən belə istəmərəm ki, insanlar bundan etsinlər. Hamımız sabah hətta normal bir insan, yəni dünyaya belə gəlməyib. Normal bir insan, biz hamımız sağlamlığımızı müxtəlif vəziyyətdə itirə bilərik, psixoloji problemlər yaşayıb, ondan
ondan da əziyyət çəkə bilərik ciddi şəkildə. Yəni insan həyatda heç nədən sığortalanmayıb. Ona görə də biz cəmiyyət olaraq, ailədən tutaq cəmiyyətə daha duyarlı olaraq bu insanlarımıza, bu cəmiyyətin də bir sınağıdır eyni zamanda, mən düşünürəm. Çünki cəmiyyət olaraq bizim də sınağımızdır ki, biz görək təkcə özünü düşünən bir toplum, yoxsa başqalarını da düşünən bir toplum olmamızın bu məsələlər bir sınağıdır. Və özünü düşünən insan, özünü düşünən toplum heç zaman önə gedə bilməz. Başqalarını düşünən insan və hər kəsi, yəni paylaşmağı sevən, duyarlılığı sevən bu toplumlar daha da inkişaf edir. Ona görə mən hesab edirəm, biz bu cür insanlar, bu cür problem olanda bir düşünməliyik ki, bax bu bizim eyni zamanda insani tərəflərimizi üzə çıxaran da bir amildir. Mən sadəcə əgər varsa təkcə özümü düşünüm, yox. Bu insanları da mütləq düşünmək lazımdır. Və mən inanıram ki, siz hər zaman Aytən xanıma bundan sonra bu təşkilatlara dəstəklə bərabər insanlarımız da o dəstəyi göstərəcəklər. Dünənləri xeyriyə aksiyasında mən o insanların üzündən onu görürdüm. Görürdüm ki, insanlar əslində dəstək etməyə meyillidirlər. Sadəcə bəlkə dəstək daha da çox artırmalıyıq. Allah sizə səbir versin, xanım, doğrudan. Əllərinizdən öpürəm sizin. Allah sizə səbir versin, Qədir xanım. Sizə də böyük təşəkkürümüzü bildiririk verilişimiz adından. Və hörmətli tamaşaçılar, doğrudan da hər bir insan ömrü boyu kiməsə yaxşılıq eləyəndə özünü rahat tutur və mənəvi güclü olan insanlar yalnız yaxşılıq etməyi bacarırlar. Həmişə mənəvi güclü olaq və yaxşılıq etməkdən heç vaxt çəkinməyək. Bu arada hörmətli tamaşaçılarımız, verilişimizə dəstək olan sponsorlarımıza təşəkkür etmək istəyirik. Sanni qrupa təşəkkürlərimizi bildirmək istəyirik. Yeni il öncəsidir, dekabr ayının 31-nə qədər buyurun müraciət edin hörmətli bəylərimiz, xanımlarımıza 50% endirimlə çox gözəl şubaları bayram hədiyyəsi olaraq ala bilərsiniz. Lider beynəlxalq pul köçürtmələrinə təşəkkürümüzü bildirmək istəyirik. Elə yaxın, bax bu günlərdə, bayram günlərində siz doğmalarınıza, yaxınlarınıza çox rahatlıqla, qısa vaxt çərçivəsində lider beynəlxalq pul köçürtmələrindən istifadə edərəkdən pul köçürtmələri eləyə bilərsiniz xarici dövlətlərə. Alyans qrupa təşəkkürümüzü bildirmək istəyirik. Evlərinizin, ofislərinizin daha yaraşıqlı, daha dəbdəbəli olmağını istəyirsinizsə, buyurun müraciət eləyin. Sizin onlara təklif elədiyiniz məkanları elə sizin zövqünüzə də uyğun olaraq təmir eləyəcəklər, dizaynına bir əl gəzdirəcəklər. Məhbubə Pərdə Tül Salonuna təşəkkürümüzü bildiririk. Hörmətli xanımlarımız, yeni il öncəsidir. Buyurun müraciət eləyin. Evləriniz üçün çox yaraşıqlı, dəbdəbəli pərdələr əldə edə bilərsiniz və əgər bir müddətdən sonra sizin pərdələriniz çirklənərsə, tozlanarsa, Məhbubə Pərdə Tül Salonu pulsuz olaraq sizə bu xidməti göstərəcək. Pərdələrinizi aparıb yuyub, gətirib yerindən asacaqlar. Lili Art qrupa da təşəkkürümüzü bildirmək istəyirik. Bayram günlərində hər hansı məkanı gözəl bəzətdirmək istəyirsinizsə, buyurun müraciət eləyin Lili Art qrupa. Əzizlərimiz, son olaraq biz öz informasiya dəstəyimizi də sizin diqqətinizə yetirmək istəyirik. favorit-tv.com və favorit-tv.az. Bax, bu bizim internet saytımızdır. Verilişimizlə bağlı hər hansı bir təklifiniz varsa, buyurun məmnuniyyətlə biz sizin təkliflərinizi gözləyirik. Son olaraq geyim üçün təşəkkürümüzü bildirmək istəyirik. Metro Əcəminin yaxınlığında yerləşən Lady Club mağazasına çox gözəl qış üçün bir kampaniya keçirdirlər. Həm qiymətlər sərfəlidir, həm də gecə qiyafələri var. Əzizlərimiz, özünüzdən müğayyət olun. Allah amanında salamat qalın.